Parisli olmaq arzusu. Yenə də Gülnardan danışaq. Ağ mühacirlər haqqında söhbətimiz isə qurtarmır. Daha doğrusu, hələlik qurtarmır. Gülnarın Jose Zugildə verdiyi ziyafət bir tərəfdən ağ mühacir Nikolay Karpovun, digər tərəfdən isə Michel Muradın məclisə gətirdiyi yüksək fransız cəmiyyətinin nümayəndəsi Jérôme de Labusserin onunla yaxınlığına başlanğıc oldu. Bir-birinə belə zidd olan iki başqa adam təsəvvür etmək çətindir. Yeganə oxşar cəhətləri hər ikisinin kişi olması idi. Nikolay Karpov əsl rus idi. Yaraşıqlı, boy-buxunlu, səfih və mədəniyyətsiz olsa da gözə gəlimli kişi idi. Zahirən sıska görünən Jérôme isə 100% fransız idi. Əyalət zadəgan nəslindəndir. İstər milli, istərsə də başqa ənənələrə bağlılığı olmayan, hər şeylə, hamı ilə maraqlanan, amma heç kimin təsirinə düşməyən bir adamdır. Hər cür təsirdən uzaq durmasına isə bəzən öz fəlsəfi görünüşləri, bəzən də fiziki zəifliyi səbəb olurdu. Təpədən dırnağa qədər ziyalı, amma Nikolayın ikrahlı ifadəsincə cılız məxluq sayılan bu adam çox zavallı idi və Gülnarı ziyalı qadına çevirmək arzusu ilə yanırdı. Nikolay Gülnarın bir neçə aylıq müvəqqəti məşuqu oldu. Jérôme isə onun uzun müddətli müəlliminə çevrildi. Jérôme bu işi səbir və ustalıqla görür, Gülnarı öz təsiri altında saxlayır, müəllimlik etdiyini biruzə vermədən ona min cür dərs verirdi. Gülnarın yenə də bəxti gətirmişdi. Ehtiyac duyduğu bir adam ona himayədarlıq edirdi. Bu adam təbii almazı cilalayıb, bərq vuran brilyanta döndərmək istəyirdi. Mən paxıllıq edirdim. Bilirdim ki, Jérôme'un sayəsində Gülnar günü-gündən irəliləyəcək, daha ağıllı, daha məlahətli olacaq. Onsuz da çoxlarını valeh edən Gülnar indi ən təvazökar kişiləri belə cəlb edəcək və onun yanında mənim xoşa gəlmək imkanım heç enəcək. Bu kişiklik hissi məni əldən salırdı. Onsuz da Gülnarın kölgəsinə dönmüşdüm. Onunla müqayisədə mən odu sönmüş ocağa bənzəyirdim. Gülnar isə əsl od parçası idi. O heç qadın marağı olmayan kişilərə də özünə cəlb edirdi. Jérôme da buna canlı misal idi. Düzdür, Jérôme mənə də rəğbət bəsləyirdi, amma Gülnara münasibəti çox mehriban idi. Gülnar onun üçün Qalatı, o isə Gülnar üçün Pigmalion idi. Lakin müəllimlik münasibətindən o yana keçmirdi. Nə üçün? Bəlkə kişiliyi çatmırdı. Bəlkə homoseksualist idi. Michel Murad da deyirdi ki, onun cinsi münasibətləri haqqında heç nə bilmir. Bu mənada Jérôme bizim üçün tapmaca olaraq qaldı. Bu qəribə adam 3 sahədə doktorluq elmi dərəcəsi almışdı. Hüquq, ədəbiyyat və dilçilik sahələri üzrə. Amma heç birindən istifadə etmirdi. Varlı adam olduğu məlum idi. Amma bunu heç biruzə vermir, çox sadə həyat sürürdü. Michel Muradın dediyinə görə onun öz varının üstünə 2 qohumundan qalmış böyük vərəsə də əlavə olunmuşdu. Əslində isə onun bu miraslara heç ehtiyacı da yox imiş. Çünki öz varı gembol yaşamağa, səyahət etməyə və dünya görüşü almağa imkan verilmiş. Elə buna görə də işləmirdi ki, onun tutacağı vəziyyətə başqa birisinin ehtiyacı ola bilərdi. Jérôme 19-cu əsrin məzlum şairləri ilə sənaye yüksəlişi arasındakı münasibətlər mövzusunda bir kitab yazmaq istəyirdi. Bu məqsədlə vaxtının çoxunu milli kitabxanada keçirirdi. Qalan vaxtını isə səfərlərə, Saint-Germain məhəlləsindəki kafelərə və həmin məhəllədəki mənzildə keçirdiyi yığıncaqlara həsr edirdi. Onun mənzilində yüksək səviyyəli ziyalılar toplaşırdı. Və ətrafdakı həm qiymətcə, həm də əhəmiyyətcə dəyərli əşyalar bütün mənzildə zərif bir mühit yaradırdı. Onun Gülnarla münasibətində əsas məqsəd Gülnara mədəniyyətin dadını bildirmək, onu öz mədəni aləminə yaxınlaşdırmaq idi.
Rasinin şeirlərini dönə-dönə Gülnara necə oxumağı, Gülnarın isə bezdiyini gizlətmədən necə mürgü vurduğunu görmək lazım idi. Jérôme səbirli idi. O inanırdı ki, öz istəyinə nail olacaq və çox sevdiyi şeirləri Gülnar da xoşlamağa başlayacaq. Mənim əcdadım atam və Allahlardır. Bütün səmada mənim əcdadım dolanır. Bəs harada gizlənim? Gecənin şəri də bir daldadır. Bəli, bəzən inatkarlıq xeyirli olur. Günlərin birində Jérôme bu şeiri bəlkə də 20-ci dəfə Gülnara oxuduğu vaxt Gülnar təəccüblə qışqırdı. Bu nə gözəl şeirdir! Təlimçi dərindən nəfəs alıb köks ötürdü. Gülümsəyərək əhliləşmiş heyvancığazın əlini öpdü. Bu ilk qələbə Jérôme-u ürəkləndirdi və o sınağı davam etdirdi. Bəli, onun bu işi sınağa bənzəyirdi. Jérôme Gülnara dedi: Siz eyni vaxtda həm Rasinin şeirini, həm də Val de Grace məbədini, həm də Camembert pendirini sevməyə başlayanda fransız mədəniyyətini qavramış adam sayılacaqsınız. Axı bu mənim nəyimə gərəkdir? Deyə Gülnar soruşdu. Jérôme bir anlıq çaşıb qaldı. Sonra özünə gəlib Gülnarın xoşuna gələ biləcək bir cavab tapdı. Sizin gözəlliyiniz üçün gərəkdir. Məlum məsələdir ki, o Gülnarın mənəvi gözəlliyini nəzərdə tuturdu. Amma bu mövzunu uzatmaq istəmədi və bu sözləri Gülnarın istədiyi kimi qavramasına şərait yaratdı. Biraz sonra Jérôme dedi: Əziz Gülnar, bu gecə bir yuxu görmüşəm və güman edirəm ki, yuxum çin çıxacaq. Yuxuda görmüşəm ki, siz çevrilib Mademoiselle Ayşe olmusunuz. Ayşe Çərkəz xanlarının birinin qızı və yəqin ki, sizin qohumunuz imiş. Türklər həmin xanlığa qalib gələndən sonra 4 yaşlı Ayşəni İstanbula gətirib, buradakı fransız səfiri Qraf Feriola satıblar. Səfir qızı Fransaya gətirib, öz oğlu De Antal ilə birlikdə baldızının himayəsinə verib. Qız böyüyüb mədəni, məlahətli bir gözələ çevrilib. Romantik taleyi və şərq cizgiləri ona marağı daha da artırıb. Ayşənin adı Parisdə dillər əzbəri olub və nəhayət sorağı gəlib, regent, kralı müvəqqəti əvəz edən N.O. Orleanlı Filipə çatır. O da qızla tanış olmaq, sonra isə onun məşuqu olmaq arzusuna düşüb. Regent çox cazibəli kişi olsa da, qız cəsarət edib ona rədd cavabı verib. Çünki həmin vaxt Ayşə artıq cəngavər Aydəyə vurulubmuş. Qız ilə cəngavər bir-birini lap çox sevirlərmiş. Sonra isə Ayşə ondan bir qız da doğub. Yəqin fikirləşirsiniz ki, bəs nə üçün evlənməyiblər? Düzü, mən bunun səbəbini unutmuşam. Mademoiselle Ayşe rəsmi ərsiz yaşamalı olub. Amma Madame Calandriniyə yazdığı məktublar böyük maraq doğurub. Çünki onlar həmin dövrün cəmiyyəti haqqında, ələxüsus Madame de Defan və Madame de Tensin haqqında çox dəyərli məlumatla doludur. Sonralar unudulmağa başladığı dövrdə Mademoiselle Ayşe kitablar da yazıb. Onun öz romantik həyatını isə 3 dram əsəri və Kurtold adlı birisinin 18-ci əsrin İziliyası adlı bir kitab həsr olunub. Fransızca gözəl yazmış, əsl istedad sahibi olmuş bu şərq gözəlinin həyatına maraq göstərənlər çox olub. O 1730-cu illərdə Parisdə vəfat edib. Tanrı onun Çərkəz ruhuna rəhm etsin. Gülnar Jérôme-a diqqətlə qulaq asdı. Həm fransız, həm də qərb nağılına oxşayan bu əhvalat onun qəlbinə sirayət etdi. Onun qəlbi adətən tək bir arzu ilə, kişiləri cəlb etmək arzusu ilə döyünürdü. İndi də döyüntüyə mənəvi cazibədarlıq arzusu, Parisin ədəbi və mədəni mühitində tanınan, sevilən, seçilən bir adam kimi yaşamaq arzusu da əlavə olunurdu. Lap elə o Çərkəz qızı kimi qələmə də əl atmaq olardı.
Amma o səfeh qız regentin məşuqəsi olmağa razılaşsaydı, yəqin ki, sonralar Madam Rompadorun oynadığı rolu oynaya bilərdi. Gülnar fikirləşirdi ki, o qız əbəs yerə razılaşmayıb. O fikirli-fikirli dedi. Mən onun yerinə olsaydım. Heyf ki, indi nə eşq toruna salınası regent vardı, nə də Fransa kralı. Tez-tez dəyişən indiki dövlət adamları isə cazibədar deyildilər. Amma bir şeyə əmin oldum ki, Mademoiselle Ayşe obrazı Gülnar üçün nümunəyə dönmüşdü və onda mədəni inkişafa maraq oyanmışdı. Həmin gündən o Jeromun təliminə uyumağa başladı. Elə bil yuxu görürdüm. Jeromun yuxusu doğrudan da Çin çıxmışdı. Gülnar Mademoiselle Ayşe'yə çevrilirdi. Onun kimi ciddi və möcüzə yaratmışdı. Unutmayaq ki, bibim qızının başı yaxşı işləyirdi. Yenə Gülnara paxıllığım tutdu. Amma bu dəfə onun kişiləri cəzb edə bilməsinə deyil, başqa cəhətinə paxıllıq edirdim. Jerom çox alicənab olduğundan özünü elə aparırdı ki, güya mənə də eyni münasibət bəsləyir. Amma yaxşı başa düşürdüm ki, qiymətli əşyaya əlavə edilmiş pulsuz hədiyyə vəziyyətindəyəm. Məni üzən sıxıntını biruzə vermədən bu oyundan öz xeyrimi götürməyə çalışırdım. Jeromun Gülnara gətirdiyi bütün kitabları oxuyur və onların çox güclü şirəsini şuuruma çəkir. İşdən macal tapanda onlarla birgə muzeyləri gəzirdim. Biz Jeromun alicənablığına və əl-açıqlığına adət etmişik. Onun gətirdiyi qiymətli incəsənət albomlarını dərindən öyrənirdim. Mən onun Ximer və Maye incəsənəti, Vierzenhelgen məbədinin və ya Salamank meydanının barok arxitekturası haqqında söhbətlərinə maraqla qulaq asırdım. Onun təsiri altında mən Balzacı, Stendalı, Flauberi, Prustu öyrənirdim. Jerom musiqi savadımızı da artırırdı. Bizim ancaq Chopin və Beethovenə bələd olmağımız savadsızlıq sayılırdı. Jerom bizimlə tez-tez görüşürdü və bu görüşlər uzun çəkirdi. Gülnar eyni zamanda öz eyş-işrət həyatını da davam etdirirdi və Nikolay Karpov onu dəlicəsinə qısqanmağa başlamışdı. O, Jeromu əsl rəqib saymasa da, onun kimi cılız bir kişi, onun kinli ifadəsincə desək, yarımçıq doğulmuşun biri ilə vaxt keçirdiyimizə hisslənirdi. Jeromun tez-tez gəlməsi Nikolayı elə qəzəbləndirirdi ki, onunla rastlaşanda ədəb naminə salamlaşmağa da hövsələsi çatmırdı. Gülnar Jeromun ağlı, mədəniyyəti, dərin biliyi haqqında danışanda Nikolay az qala havalanırdı. İnandırmağa çalışırdı ki, Jeromun dedikləri yalandı. Düzdürsə, öz elmi diplomlarını göstərsin. Onun danışıqlarının hamısı ruhi xəstəlik əlamətləridir. Nikolay bu sözlərlə məşuqəsinə Jeromun təsirini azaltmağa çalışırdı. Jeromu gözdən salmaq üçün Nikolay yerli-yersiz onun bədəncə zəifliyini də yada salırdı. Beləliklə, o arxain olmağa çalışırdı ki, Gülnar Jeromdan ancaq mənəvi zövq alsın və fiziki həzz almaq fikrinə düşməsin. Onun bu arxayınçılığına Jeromun başqa üstünlükləri və az qala hər axşam Gülnarla görüşməsi zəhər qatırdı. Axşamlar Jerom gedəndən sonra Nikolay özündən çıxırdı. Bir gün mən bunu öldürəcəyəm. Bu yarımçıq, bu kişiyə bənzər, niyə rədd olmur axı? Bir dəfə belə sözlərdən sonra o şübhəli soruşdu. Nə olub? Niyə belə yorğun görünürsən? Gülnar cavab verdi. Narahat olma, yorğunluğumu eş-işrətdən deyil, həmişə eyni əzadan həzz almaq. Bu yeknəsəklik adamı bezdirir. Laf dəyişəndə də adam bezikir. Eyni şey olur. Jerom o şey olmazsa... Nikolay onun səsini kəsdi. Heç mənim qollarım arasında olanda bezikliyini bildirmirsən.
kişilərin çoxu kimi Nikolay da özündən çox razı idi və güman edirdi ki, məşuqələri ondan aldığı həzzi ömrü boyu unutmur. Amma bilirdim ki, Gülnar məşuqu gedəndən sonra, onca dəqiqə sonra onu unudurdu. Nikolay başqa bir adama da qısqanırdı və bu rəqimi cılız deyildi. Otto uzaqda olsa da, tez-tez yazdığı məktublar və göndərdiyi pullarla həmişə Gülnarın huzurunda idi. Pul isə Gülnara hava, su kimi lazım idi. Nikolay qəzəblə deyinirdi. O murdar Alman. Yox, o mütləq Yahudidir. Rusların çoxu kimi Nikolay da mənşəcə ortodoks, yaxud qeyri-slavyan sayılan hər kəsi Yahudi hesab edirdi. Gülnar Otto'nun anasının Galitsin nəslindən olduğunu yada salanda Nikolay acıqla cavab verirdi ki, şahid sübut lazım gəlməyən yerdə hər şey danışmaq olar. Nikolayın Otto'dan əsasən ona görə acığı gəlirdi ki, o həmin əclaflarla, yəni sovetlərlə əməkdaşlıq edir və gəlir götürürdü. Əslində isə o özü də həmişə gəlirdən istifadə edir. Gülnarın süfrəyə qoyduğu kürü və şərabı gözünə təpirdi. Əslində süfrəyə Klementin xidmət edirdi. Bu qadın Nikolayın qoca ər haqqında dediklərinə və bu ərin aldadılmasına haqq qazandırmadığını biruzə verirdi. Zavallı qocanın məktubları bütün evə səpələnmişdi. Gülnar çox vaxt onları axıradək oxumurdu. Bir dəfə Gülnarın laqeydliyini üzən vuranda mənə belə dedi. O öz məhəbbəti ilə məni bezdirib. Belə israrla sevən adamlar mənə kökəldiləsi qazları zorla yedirdən quşçuları xatırladır. İstədim, istəmədim yeməlisən. Çox pis adətdir. Məsələ bundadır ki, ən mədəni adamlar da ehtiras beyinlərinə vuranda kobudlaşırlar. Təsəvvür elə ki, sən də qazsan. Doğrudur. Mən onun nə demək istədiyini duyurdum. Özümü hansısa bir qazın yerində təsəvvür etməyə ehtiyac yox idi. Çünki mən özüm də qaz idim. Bəli, ona görə ki, özümə məşuq seçmirdim. Bu söhbət həmişə uzanır və məni bezdirirdi. Gülnar deyirdi, doğrudur, sən özün də qazsan. Çünki normal gənc qadının məşuqu olmalıdır. Əgər özünü təmiz saxlamağınla lovğalamaq istəyirsənsə, səhv edirsən. Səni ancaq axmaq saymaq olar. Əgər mütləq başqalarından fərqlənmək istəyirsənsə, ayrı bir üsul tap. Həm də ki, sən bu qürurunla məni təhqir edirsən. Bəli, sən öz rəftarınla məni alçaldırsan. Bəli, əzizim, sən məni alçaldırsan. Bir gör, mən nə vəziyyətə düşürəm. Daha buna dözmək olmur və xahiş edirəm, qərq olduğun xəyal dəryasından çıxasan. Bilirəm, sən böyük məhəbbət gözləyirsən, amma bu fikirlər dəyərsiz romanlardan gəlir və onlara ancaq səhvehlər uyurlar. Dəyərsiz romanlar deyirsən, məgər Qırmızı və Qara, Parım qəsri romanları, o mənim sözümü kəsib dedi. Stendhal onları yazırdı ki, qadın kütləsini özünə cəlb etsin. Yaxşısı budur, Şuderlos Laklosu oxu. Əgər Yerom bizim bu mübahisəmizi eşitsə, sevinərdi. Çünki cəmi bir neçə ay əvvəl bizə fransız ədəbiyyatını öyrətməyə başlamışdı və biz artıq bu mövzuda mübahisə edirdik. Həm də ki, Madmazel Aysənin yeni obrazı sezilməyə başlayırdı. Gülnar yenidən dilləndi. Həm də ki, daha bəsdir. Mən Jeroma demişəm ki, öz tanışları arasında sənə bir məşuq tapsın. Mübahisədən əldən düşmüşdümsə, bu alçaldıcı sözlərə cavab verməli oldum. Mən özümə erkək axtaran dişi pişik deyiləm. Mənə kişi lazım olanda özüm seçəcəyəm. Keçən dəfəki kimi olmayacaq. Mən özümün uğursuz ərə getməyimə işarə vururdum. Axı mənim də öz şəxsiyyətim, mənliyim var. Lap elə Jeromun özü deyirdi ki, açıq-saçıq olmaq hər adamın işi deyil.
Mən isə açıq-saçıq deyiləm. Vəssalam. Nə Gülnar, nə də Jerom mənim sözlərimə fikir verməmişdilər. Həmin söhbətdən bir neçə gün sonra bibi qızım mənə elan elədi ki, Jerom mənim üçün namizəd tapıb. Həmin namizəd Jeromun xalası oğlunun əmisi oğludur. Özü Orleanda yaşayır, cərrahdır, duldur, mehribandır, varlıdır, özünə layiq bir rəfiq arayır. Jerom səni ona elə tərifləyib ki, indi səni görmək arzusu ilə yaşayır. Hiss olunur ki, nə çox hiləgər deyil, nə də dərin savadlı, amma mülayim adamdır. Ondan nə istəsən, düzəldə bilərsən. Mən ondan heç nə düzəltmək istəmirəm. Biraz hiləgər və az savadlı kişini də özünə saxla. Səfehləmə, sən bununla başla, yumuşaq adamdır, sonra başqalarına caynaq atarsan. Gülnarın bu sözləri məni haldan çıxarırdı. Yenə kürsək pişik məsələsi yadıma düşdü. Sənin o cərrahın mənə lazım deyil. Gülnar mənim sözlərimi heç eşitmədi. Sabah axşam o Jeronla bura gələcək. Sonra dördümüz birgə nahara gedəcəyik. Əntiqə olacaq. Kimin üçün? Deyə bağırdım. Elə bizim hamımız üçün, deyə Gülnar sakit səslə cavab verdi. Gecəni yata bilmədim. Bu görüşü həm arzulayır, həm də etiraz edirdim. Çünki görüşün mənasını hamı anlayırdı. Dördümüz də bilirdik ki, bu görüşdən sonra mən onunla yaxınlığa başlamalıyam. Vəziyyəti fikirləşdikcə xəcalətdən qızarır, başımı yastığın altına soxur, görüşü pozacağıma and içirdim. Ertəsi gün də ağır keçdi. Bütün günü yuxulu kimi gəzir, paltarları mexaniki hərəkətlə geyinib, soyunur, suallara key-key cavablar verirdim. İşdəki bütün dəyişiklikləri hamıdan əvvəl duyan Maria vəziyyəti görüb soruşdu. Nə olub sənə? Mən məsələni onu açmayıb, başımın ağrıdığını bəhanə etdim. Evə qayıdandan sonra da tərəddüd içində boğulurdum. Bir yandan taleyin mənə təklif etdiyi bu imkanı rədd etməkdən çəkinir, digər tərəfdən isə bu görüşün özündən qorxurdum. Gülnar qapını açıb diqqətlə baxandan sonra mənə məsləhət gördü ki, üz gözümü çox rəngliyim. Mən kifayət qədər kirşanlanmışam, deyə cavab verdim. Yox, kifayət qədər deyil. Bu Lucien Grandonu razı salmaq lazımdır. O kənd adamıdır. Bəzək-düzəkli bir manikenlə görüşə gəlir. Kişinin xərcini doğrultmaq lazımdır. Hansı xərci? Deyə qəzəblə baxırdım. Gülnarın mənə pul münasibəti bəsləməsi məni haldan çıxarmışdı. Bəlkə elə güman edirsən ki, mən də sənin kimi, kimin isə xərci hesabına dolanmaq istəyirəm. Gülnarın hirsdən rəngi ağardı. Bu da yaxşılığın əvəzi. Yaxşılıq? Hansı yaxşılıqdan danışırsan? Deyə bağırdım. Mən o kəndli cərrahın məşuqəsi olmaq istəmirəm. Mən ki azadam, elə deyil? Yaxşı əzizim, bundan asan nə var ki? Mən o cənablara deyərəm ki, sən xəstəsən və bizimlə nahara gedəsi deyilsən. Gülnar böyük əda ilə ayrılıb getdi. Mən isə sallana-sallana öz otağıma keçdim. İndi görüşə getməkdən imtina edəndən sonra tərəddüdüm azalmış, biraz peşman olmuşdum. Gülnarın hamam otağına girib çıxdığını eşidir, onun necə hazırlaşdığını təsəvvür edir və göz yaşlarımı bir təhər boğurdum. Görüşə həvəsim getdikcə artır. Gülnar isə daha məni tovlamaq fikrinə düşmürdü. Jerom ilə adaxlı saat 8-ə yaxın bizi aparmağa gəlməli idilər və vaxt daraldıqca onlarla getmək arzum artırdı. Özümü saldığım bu vəziyyətdən necə çıxacağımı bilmirdim. Qulağımı şəkləyib, Gülnarın addım səslərini gözləyir və ümid edirdim ki, gəlib məni çağıracaq. Amma deyəsən o, hamam otağında bərbəsək işlərini qutarıb qəbul otağına keçmişdi.
Sonra qapının zəngi çalındı. Uzaqdan hənirti ilə gülüş səsləri eşitdim. Bəli, mənim təcrid olunduğum şən məclisin ilk gülüşləri eşidilirdi. Bəlkə də mən öz xoşbəxtliyimi rədd etmişdim. Gəlib məni çağıran olmadı. Məni öz miskin taleyimin ixtiyarına buraxmışdılar. Unudulmuş, rədd edilmiş, xoşa gəlməz bir məxluqa dönmüşdüm. Qəfildən öz qürurumu da unudub dəhlizə çıxdım. Orada Gülnarı görüb ona yaxınlaşdım. Titrək, acıqlı, həm də müti bir səslə dedim ki, fikrimi dəyişmişəm və onlarla getmək istəyirəm. Gülnar mənə qulaq asıb, əda ilə başını yellətdi. Məni axmaq, səfək adlandırdıqdan sonra dedi, yaxşı, tez ol hazırlaş, həm də özünü kətçi qızı kimi aparma. Lucien Grando yaxşı adamdır. Mən güzgünün qarşısına qaçıb, saçımı daradım, həyəcandan qızarmış yanaqlarıma əlavə rəng çəkməyə başladım. Sonra sərgiyə aparılan əşya kimi salonun qapısına qədər gəldim, amma qapını aça bilmədim. Utancaqlıq və həmişəki sıxıntı məni iflic etmişdi. Hər dəfə əlimi qapının dəstəyinə aparanda iradəmdən də güclü başqa bir refleks məni geri itələyirdi. Əgər vəziyyətim Gülnarın ürəyinə dammasaydı, elə qapı arxasında qalacaqdım. O qapının arxasında olduğumu bilirmiş kimi içəridən qapını açdı, əvvəlcə asta səslə mənə səfeh dedi, sonra isə qonaqlara tərəf çevrildi. Hə, elə özü gəlirmiş. Keşər əzizim. Mən əlacsız qalıb içəri keçdim. Əl verib əvvəl Jeromla, sonra isə namizədlə görüşdüm. Yanımı stolun küncünə qoyub oturdum. Stolun taxta küncü mənə əssə də nə yerimdən tərpəndim, nə də kəlmə kəsdim. Gülnar isə hamımızın əvəzinə danışmağa qadir idi. Mən gözaltı öz məşqümə baxdım. Sifəti xoşa gələn, görkəmi isə şux idi. Mən isə bu işdən tez qurtarmaq üçün onu göndəmsiz, eybəcər olmasını istədim. Onun danışıq tərzi, səsinin yumşaqlığı, təvazökar baxışı, Jerom kimi sərbəst olmaması məni əsəbiləşdirməyə başlayırdı. Onun mənə verdiyi ilk sual hər bir fransızın əcnəbiyə verdiyi sual oldu. Və bu sual da ancaq müsbət cavab tələb etdiyinə görə lazımsız sual idi. Fransanı sevirsinizmi? Əgər əcnəbi Fransadan xoşu gəlməsə də, o bu ölkəni sevdiyini söyləməlidir. Və fransızda da belə bir fikir yaranır ki, onun ölkəsini sevməyən yoxdur. Mən isə həyəcanla lap çox sevirəm demək əvəzinə ağzıcı bəli deyə mızıldandım. İndidən hiss edirdim ki, biz rollarımızı dəyişirik. Mən ondan utanmıram və o məndən utanmalı olacaq, bəlkə də əzab çəkəcək. Elə bu ilk görüşdəcə mənim utancaqlığım yoxa çıxdı və təşəbbüsü ələ aldım. Mənim rəftarım onu incitmədi. Və o təzə bir sual verəndə Gülnar ustalıqla söhbətə qoşuldu. Utancaqlığım və kobudluğum barədə izahat verdi. Bu qız neçə ildir Parisdə yaşamasına baxmayaraq, hələ də elə bil hərəmxanadan təzəcə çıxıb. Onun sərtliyinə fikir verməyin. Utandığından belə edir. Qəribə işdir, mən buraya təkcə gəlsəm də elə bilirəm ki, elə Parisdə doğulmuşam. Gülnar imkan tapan kimi baxışları ilə məni tənbih etmək istəyir və nəticədə mənim daha acıqlı baxışlarımla rastlaşırdı. Nahara getmək vaxtı çatdı. Jeromun maşını aşağıda bizi gözləyirdi. Gülnar irəlidə Jeromun yanında oturdu ki, mən arxada Lucien Grando ilə yanaşı qalım.
Lucien bu fürsətdən istifadə edib titrək səslə ürək bulandırıcı etiraflara başladı. Kəş biləydiniz, sizin kimi şərqli xanımla görüşdüyümə necə sevinirəm. Jerome sizin haqqınızda söhbət eləmişdi, amma siz onun təsəvvür etdiyindən də çox gözəlsiz. Gözəl şərq, o köksünü ötürdü. Loti, Bosfor, Muzmu adlanan qızlar. Muzme qızlar Yaponiyada olur. Nə fərqi var? Muzmelər, küskün qızlar, bunların hamısı gözəl xatirələrdir. Uca çinarlar, qızıl buynuz, göbək rəqsi. Bəli, onun ağzından lirik ifadələr yağırdı. Amma birdən dayanıb dəqiq bir sual verdi. Yaxşı, bəs sizin Allahınız kimdir? Bizim Allahımız çox yaxşı bir kişidir, deyə laqeydliklə cavab verdim. Nə dediniz? Sonra o cavab gözləmədən davam etdi. Jerome mənə deyib, siz müsəlmansınız. Müsəlman dilini bilirsinizmi? Mən belə bir dil tanımıram. Mənim ana dilim Azəri dilidir. Azəri dili? Nə gözəldir. Zənnimcə, Lucien Azəri sözünü azur, mavi səma sözünə yaxın bir ifadə sanmışdı. O öz coşqunluğunu ifadə etmək istəyirmiş kimi əlimdən tutdu və mən də onun əlini sərt hərəkətlə kənara itələdim. Bu hərəkətimdən diskinmiş kimi sevgilim mülayim, şirin səslə mızıldandı. Hirslənməyin, mən heç istəmərəm ki, balaca müsəlman xanımım hirslənsin. Kəş sizi öz hərəmxanamızda görmüş olaydım. Siz yəqin orada zərif ipək parçadan tikilmiş enli, uzun şalvar geyirsinizmiş. Onun bu səfeh təsəvvürünə düzəliş verməyə də səbrim çatmırdı və ona olan nifrətimi biruzə vermirdim. Yolun qalan hissəsində o tez-tez köks ötürürdü, özündən, Orlyandakı klinikasından, solundakı evindən danışdı və eşitdirdi ki, həmin evə qonaq getsəm çox məmnun olar. Mən isə çox qısa cavablar verir və özümü çox laqeyd göstərirdim. Lucien Grandonun səfehliyi ürəyimi bulandırır, mülayimliyi zəhləmi tökürdü. Qismətimə çıxmış bu ilk məşuqa etiraz etmək fikrində idim. Amma öz zəifliyim, Gülnarın gücü və Grandonun inadkarlığı işini görürdü. Grando hər həftənin sonunda gəlir, məni yola gətirməyə çalışır və hər dəfədə daha mülayim, daha mehriban görkəm alırdı. Mənə baxanda həyəcandan gözləri axırdı. Məhəbbəti gücləndikcə düşüklüyü də artırdı. Tez-tez mənə səliqəli, gözəl xətlə məktublar yazır. Hər dəfə də məktubları daim səninlə, nida işarəsini heç vaxt unutmurdu, sözləri ilə başlayırdı. Mənə qızıl güllər gətirir və deyirdi ki, mən özüm ən gözəl gül dəstəsiyəm. Gözlərim ceyran gözünə, dişlərim mirvari dənələrinə oxşayır. Sözlər gözəl olsa da, onlarda heç bir orijinallıq duyulmur, adama ləzzət vermirdi. Gülnar mənimlə didişir, danlayır və deyirdi ki, Grando yaraşıqlı kişidir, canı sağlam, ağlı başında olan hər qadın onu sevə bilər. Bir ay özümü möhkəm saxlasam da, sonra yumşalmağa başladım. Bir axşam maşının arxa oturacağında yanaşı oturduğumuz vaxt o əlimi tutdu və tutub saxlaya bildi. Mən də anladım ki, işim bitib. Bilirəm, baş vermiş çox ciddi bir əhvalat olduğu kimi danışım, yoxsa özümü gülünc vəziyyətə salmamaq üçün sussam yaxşıdır. Bu sualı özüm vermişəm, özüm də cavabını verirəm. Bu əhvalat günlərin birində Grando ilə ikilikdə nahar edəndən sonra baş verdi.
O vaxta qədər gəzməyə həmişə dördümüz çıxardıq və mən onunla tək qalmağa razı olmamışdım. Belə görüşlərin nəticəsi məlumdur. Əgər kişi qadını yola gətirmək istəyirsə, əvvəlcə onu bolluğa çəkir, yaxşı yedirdir, şərabla qızdırır, hər cür qulluq edir, həmin qadının vəziyyətinə acımağa dəyməz. Çünki o da vəziyyətə uyuşur. Özünü aciz göstərsə də öz planı ilə işləyir. Bu hörümçək torunda iki hörümçək üz-üzə durur və hansının digərini boğacağını əvvəlcədən bilmək olmur. Həmin gün Monqol süvarisi kimi ac idim. Qrandonun xeyirxah baxışları altında şərab içə-içə bir toyuğu yeyə bildim. Özümü acgöz və qarınqulu sanır, eyni zamanda Qrandonun arzusuna xidmət edirdim. Əsas qərarım isə belə idi ki, çox da xoşuma gəlməyən bu adamın qarşısında özümü sındırmayacaq, sərbəstliyimi uzun müddət qoruyacağam. Elə bu məqsədlə bir şüşə konyak da sifariş elədim. Gələcək məşuqum isə nə böyük iştahıma, nə də iddialı hərəkətlərimə əhəmiyyət vermirdi. Lakin içki öz təsirini göstərdi. Mən yumşaldım. Qrando əlimi əlinə alıb ehtirasla sıxmağa, yaşının 40-a çatmasına baxmayaraq yeniyetmə canfəşanlığı göstərməyə başladı. Nahardan sonra o məni Bulon meşəsinə apardı. Maşını saxlayıb kimsəsiz xiyabanlardan birində ay işığına tamaşa etməyə məsləhət gördü. Onun fikrincə, ağacların üstündən görünən ay bizim romantik söhbətimizə işıq verəcəkdi. O tez-tez köksünü ötürür, məni zalım mümzə adlandırır, boynumdan öpüb məni qıcıqlandırır, bir sözlə əsl məşuq rolunu oynayırdı. Həmin vaxtın məndə bir ikiləşmə başladı. Bir tərəfdən onun sözləri və hərəkətləri zəhləmi tökür, digər tərəfdən isə dodaqları bədənimə toxunanda bütün vücudum titrəyirdi. Beləcə yavaş-yavaş meşəyə bir mülayimlik çökdü. Səmada ağaclar da gözəlləşirdilər. Mənə elə gəlirdi ki, bütün ətrafım gözəlliyə qərq olub. Biraz sonra maşınımız Berjer küçəsindəki bir qaraja girdi. Küçənin adı da xoşuma gəlmişdi. Daha sonra Qrandonun otaq kirayə etdiyi mehmanxanaya gəldik. Bu yerdə Qrandoya kinim daha da artdı. Çünki o məni mehmanxana xidmətçisinin gözü qarşısında öz otağına apardı. Və həmin xidmətçi buraya nə üçün gəldiyimi gözəlcə bilirdi. Bu mənim birinci pərtliyim oldu. Sonra isə darısqal liftdə Qrando ilə bir-birimizə sıxılıb, gənc lift xidmətçisinin gözü qabağında yuxarı qalxmalı olduq. Bu da ikinci pərtlik. Üstü nömrəli qapını açan kimi çarpayı göründü və yenə sıxıldım. Qrandoya ona görə acığım tuturdu ki, məni beləcə pərt olmağa vadar etmişdi. Papağımı və paltomu çıxartmadan kürsüdə oturdum. Özüm pis vəziyyətə düşdüyümə görə onu da pis vəziyyətə salmaq qərarına gəlmişdim. O isə sevincək gəlib kürsünün dirsəkliyinin üstündə oturdu və filmlərdəki kimi qəhrəmanların öz sevgililərini öpdüyü kimi məni ehtiraslı öpüşlərə qərq etdi. Öpüşlər məni biraz yumşatsa da acığım daha da artdı. Mən onu qolumla itələdim. Qrando az qaldı yıxılsın. Kürsünün söykənəcəyindən tutub müvazinətini kürsünün söykənəcəyindən tutub müvazinətini bir qədər saxladı. Müvazinətini. Bəli. Qrando az qaldı yıxılsın. Kürsünün söykənəcəyindən tutub müvazinətini bir qədər saxladı. Mən acıqlı səslə dedim. Əl çəkin məndən, çıxıb gedirəm. Əzizim, belə olmaz.
sən mənə yamanlıq etmə, mən səni sevirəm. O mənə indidən sən başlamışdı. Bu kobudluq məni daha da coşdurdu. Ha 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 deyib güldüm və bu gülüşə öz kinimi, nifrətimi, onun eşqinə şübhəmi biruzə verməyə çalışdım. Daxilimdə isə nələr baş verdiyini bilsə, yəqin Qrando lap mat qalardı. Əslində, mən də məhəbbət arzusunda idim. Nifrət etdiyim bu adamın məhəbbətinə də biganə deyildim. Çünki gənc idim. Stendhalın ifadəsincə desəm, qəlbim məni içəridən yeyirdi. Çünki bütün bədənim məhəbbət sorağında idi. Amma bu yad kişinin qarşısında soyunmaq, onunla bir yorğan altına girmək fikri məni havalandırırdı. İndi ərim üçün heyfslənməyə başlayırdım. Doğrudur, ondan heç vaxt xoşum gəlməmişdi, amma intim hərəkətlərinə öyrənməyə başlamışdım. Adət və vaxt öz işini görmüş, hər şey adiləşmişdi. İndi isə bu zavallı Lucien Grandonun bütün görkəmi məndə ikrah doğururdu. Niyə mənim zəhləmi tökürsünüz, deyə onu bir də zəhərlədim. O dil tökməyə başladı. Öz mehribanlığından və mənim qəddarlığımdan danışdı. Maniken əllərinə oxşayan əllərini ovuşdurdu, seyrək, çal saçlarını yolmaq istəyirmiş kimi əllərini başına apardı. O qarşımda kişildikcə nifrətim artırdı. Səfih anlaya bilmirdi ki, belə alçalmaqla təşəbbüsü əldən verir və məni də sərtləşdirməyə məcbur edir. Gərək yalvarmaqdansa mənimlə sərt olaydı, özünə tabe edəydi, lazım olsa zorlayaydı. O nə gözləyirdi axı? Bəlkə gözləyirdi ki, adi bir iş görünüşü kimi corablarımı çıxaracaq, paltarımı soyunacaq, onunla birgə çarpayıya uzanacağam. Sifətimdə kin artdıqca Qrando ümidini itirir, nə isə mızıldayır, mən isə onu eşidə bilmirdim. Onun şikayətlənməsi məni haldan çıxarırdı. Çünki əslində mən şikayətlənməli idim ki, belə maymağın əlinə düşmüşəm. Qrando yenə kürsünün dirsəkliyi üstündə oturub məni qucaqlamaq istəyəndə onu elə itələdim ki, yıxılmaqdan özünü birtəhər saxladı. Əl çəkin məndən, yıxılın yatın, daha mənim zəhləmi tökməyin, mən burada kresloda yatacağım. Qrando ağlamağa başladı. Bəli, qəribə hal idi. O uşaq kimi hıçqırır, göz yaşı axıdır və hıçqıra-hıçqıra mənə zalım, qəddar deyirdi. Onun bu vəziyyəti məni qətiyyən yumuşatmadı. Əksinə, gülünc görünürdü. Gözlərimi yerə sərilmiş xalçanın üstündəki gül rəsimlərinə tikib durmuşdum. Gözəl qızıl gül dəstələrinə baxırdım. Bu güllər xəyalımı 1000 kilometrlərlə uzağa, şairlər ölkəsi İrana apardı. Doğma Azərbaycanımızın başına gətirilmiş bəlaların birindən xilas olmaq üçün biz oraya qaçmışdıq. Yadıma sonu görünməyən, çayın sahilinə qədər uzanan böyük bir qızıl gül xiyabanı düşmüşdü. Burada qızıl güllərin ətri paltarlarımıza da hopurdu. İrana səfərimiz beləcə rahatlıq və dincliklə başlamışdı. Sonra isə isitmə xəstəliyi hamımızı əldən saldı. Bu xatirəmdə yaxşı ilə yaman ayağımın altındakı gül rəsimləri kimi bir-birinə qarışırdı. Həmin xatirə məni bir anlıq da olsa Parisin X dairəsindəki Berger küçəsindən məni ələ keçirməyə çalışan Orleanlı cərrahdan ayırmışdı. Xəyaldan ayrılanda gördüm ki, Qrando sakitləşib, ürəklənib, gözlərini və burnunu silə-silə mülayim nəzərlə mənə baxır. Sonra o ayağa qalxıb hamam otağına keçdi. Az sonra pijama geyib geri qayıtdı. İri yaşıl zolaqları olan boz pijama da oyunbaza oxşayırdı. Onun qara, sağanaqlı eynəyinə, ciddi sifətinə bu pijamadan az yarışan geyim tapılmazdı. Mən üzümü yana çevirdim.
O yorğanın altına girdi. Biraz gözləyəndən sonra üzüntülü səslə soruşdu. Yatmaq istəmirsən, balaca? Yox. O başını qaldırıb, qəmli baxışlarla mənə baxdı. Sonra başını yastığa qoyub, dərdli-dərdli köks ötürdü. Mən kinimi bir daha biruzə vermək üçün sərt səslə dedim. Sizdən zəhləm gedir. Sonra əlavə etdim. Siz oyunbaza oxşayırsınız. O dərin bir ah çəkib sustu. Otaq alaqaranlıq idi. Təkcə çarpayının yanındakı kiçik lampa yanırdı. Qaranlıq küncdə susub durmuşdum. Kinim Sibir tufanı kimi getdikcə güclənirdi. Qəlbimə də elə bil Sibir soyuqluğu dolmuşdu. İki fikir arasında qalmışdım. Bir tərəfdən istəyirdim ki, qalıb Qrandonu daha acınacaqlı vəziyyətə salım. Digər tərəfdən isə səssizcə çıxıb getmək istəyirdim. Çox götür-qoydan sonra ikinci fikrin üstündə durmağı qərar aldım. Çünki mənə elə gəlirdi ki, bu yolla özümü alicənab göstərər, Qrandonu isə daha pis vəziyyətə salaram. Ayağa qalxıb qəti addımlarla qapıya tərəf getdim. Nə edirsən? Qrando qalxıb yerində oturmuşdu. Mən cavab vermədən əlimi qapının cəftəsinə uzatdım. O cərt bir sıçrayışla mənə çatdı və sərt hərəkətlə çarpayıya tərəf sürüklədi. Sonra məni qamarlayıb, geyim keçimli, başı papaqlı, əli çantalı çarpayıya yıxdı və yanımda uzanıb qollarını boynuma doladı. Siz dəli olmusunuz? Deyə qışqırdım. Belə vəziyyətdə yəqin ki, belə demək lazım idi. Amma elə bir böyük əzabdan qurtarmışdım. Nəhayət o, razılığımı gözləmədən məni zorlayacaqdı. Canımdakı qəzab, kin yoxa çıxırdı. Elə bil Qrandonun istisi onları qovub bədənimdən çıxarırdı. Yəqin ki, kişi sinəsindən gözəl sığınacaq tapmaq olmaz. Qadın üçün dünyanın ən gözəl yastığı kişi çiynidir. Hələ hərarət, ecazkar insan hərarəti, qaynar qanla məhəbbətin qarışığı, sığal çəkən əllər, qovuşma. Mən başımı itirmişdimsə də, papağımın əzildiyini, paltarımın qırışdığını, ayaqqabılı olduğumu unuda bilmirdim. Elə bil, bu fikrim Qrandoya da çatdı və o çantamı, papağımı kənara qoydu, ayaqqabılarımı çıxardı, paltarımı soyundurdu. Ona kömək etsəm də, razılığımı biruzə vermək istəmir, xəcalətdən qızarırdım. Bir müddət Qrando dinməzcə işrətə qurşandı və həmin vaxt o mənim gözümdə ilahi bir qüvvəyə çevrilmişdi. Anladım ki, məhz bu hissə görə məhəbbətin ağrı acısına dözürlərmiş. Məhəbbət bizi yaradır və yenidən yaradır. Həyatın başlanğıcı da, davamı da məhəbbətdir. Elə bu vaxt Qrandonun qolları boşaldı, o mənim balaca müzim deyə mızıldadı. Bir andaca bu ilahi qüvvə göydən yerə diyirləndi. Adi bir kişiyə, lap adilərdən də aciz kişiyə döndü. Xəyal dünyası sökülüb dağıldı. Amma hər halda çoxdan gözlənilən əhvalat baş verdi. İndi mənim oynaşım vardı. Gülnarın üzünə cəsarətlə baxa bilərdim. Maniken rəfiqələrimə danışmağa bir yenilik vardı. Bu doğrudan da mühüm hadisə idi. Mən güman edirdim ki, elə Qrando da mən fikirdədir və səhər açılana qədər bu mövzuda dil-dil ötəcək, sevinəcək və sevəcək. Mən Qrandonun günahlarını əvvəlcədən bağışlayıb ona tərəf sıxıldım. O da mehriban bir sığalla cavab verdi və elə həmin andaca süsləşdi. Az keçməmiş, qulağımın dibində elə yünsüz bir səs eşitdim ki, diksindim. Zərif xəyal dünyamı kobud bir səs alt-üst etdi. O xoruldayırdı. Doğrudur,
çox da bərk xoruldamırdı. Demək olar ki, fısıldayırdı. Amma fərqi yox idi. Mənim sığal və mehribanlıq gözlədiyim bir anda o yuxuya gedib xoruldamağa başlamışdı. Mən onun qolları arasından çıxdım. O oyanaraq donqullandı. Anlaşılmaz sözlər dedi. Mən yerimdən qalxıb köynəyimi əynimə keçirdim və gedib əvvəlki kürsüdə oturdum. Qərarı aldım ki, soyuqlayıb, sətəlcəmdən ölsəm belə, səhərəcən bu kresloda oturacağam. Yenə də özümü qurban vermək istəyirdim. O yuxulu-yuxulu soruşdu. Nə olub sənə? Heyvan! Deyə qışqırdım. O inildəyərək çarpayıda oturdu və məni yola gətirmək üçün dil tökməyə başladı. Eynəksiz, qıyıq gözlərlə üzümə baxanda daha da əsəbləşdim. Sən fərsiz adamsan. Sizi ancaq axmaq adam sevə bilər. Bircə özünüzə baxın. Beləcə, ağzıma gələn acı sözləri onun üstünə yağdırmağa başladım. Özümü saxlaya bilmir, əslində heç bir günahı olmayan bu zavallı kişinin ünvanına ən zəhərli sözləri deyirdim. Nəhayət sözüm qutaranda o ağlamsındı. Yerinə uzanıb yenidən yoxladı. Mən elə yerimdəcən oturub qaldım. Saat 3-ə yaxın soyuq mənə güc gəldi. Əvvəlcə sevindim, fikirləşdim ki, bu insafsız kişinin səhvi üzündən soyuqlayıb ölərəm. O isə ömrü boyu əzab çəkər, bəlkə də qüssədən ölər. Hər halda mən belə güman edirdim. Fikirləşdim ki, onda mən də gülərəm. Sonra ağlıma gəldi ki, öləndən sonra gülmək olmur. Dərd məni götürdü. Məhv olmuş cavan canıma heyfim gəldi. Ağlamağa başladım. Özümü tənha və bədbəxt sanırdım. İsti yerində rahatca yatmış bu kişinin səhvi ucbatından əzab çəkdiyimə yanırdım. Ucadan ağladım ki, bəlkə o yuxudan oyana, lakin bir şey çıxmadı. Lap bərkdən hönkürüb ağladım. Yerimdə qurdalanıb səs saldım, yenə oyanmadı. Axırda qarşımdakı masanın üstündəki əşyalardan birini itələyib yerə saldım və gürültülü bir səs çıxdı. Onda Qrando oyandı və mənə baxıb dedi, bu nədir? Hələ o kürsüdə oturmusan? Özü də belə çılpaq? Zavallı balaca, sən lap dəli olmusan? O cumub məni qolları arasına aldı. Mən soyuqdan, hirsdən və yorğunluqdan titrəyirdim. Yenə şeytan məni dilə tutdu və etiraz edim, müqamət göstərim, amma yorğunluq üstün gəldi. Bəli, yorğunluq şeytandan güclü çıxdı. Yüngülcə müqamət göstərsəm də imkan verdim ki, o məni çarpayıya aparsın. Yorğanın altı mənə cənnətdən də isti və mülayim göründü. Özümün yaratdığım maneələri aradan qaldıraraq Qrando ilə yaxınlığa başladım. İndiyə qədər məhrum olduğum fiziki həzzi ondan alırdımsa, qalan bütün cəhətlərini xoşlamırdım. Jeromun mənə təlqin etdiyi ziyalı təbiətinə ehtiyacım artırdı. İstəyirdim ki, kişi də rakəli, mədəni və parisli təbiətinə malik olsun. Özümü də parisli sayırdım. Qrandonu mədəniyyətsiz və zövqsüz olduğuna, həm də mənimlə münasibətdə acizliyinə görə xoşlamırdım. Bilmirəm, acizlikdənmi, xeyirxahlıqdanmı, laqeydlikdənmi, ona verdiyim əzablara ancaq köks ötürməklə və af-ufla cavab verirdi. Mənim xasiyyətimin sərtliyi qarşısında o belə mülayim olmasaydı, bizim yaxınlığımız cəmi bir neçə gün çəkə bilərdi. Birinci çətin gecəni birlikdə keçirəndən sonra Qrando Orleana qayıtmış və oradan mənə məktub yazmışdı ki, gələn həftə sonu Jeromu, Gülnarı və məni Orleana dəvət edir. Həftənin yorğunluğunu bizim gözəl şərq güllərimizlə birgə çıxararıq. Məktubun yazılış üslubuna xeyli güləndən sonra gözəl şərq gülləri dəvəti qəbul etdi. Jerom bizi Orleana şənbə günləri belə nəqliyyat görünməyən bir yolla aparırdı. Fransanın başqa yolları ilə müqayisədə bu yol mənzərəli olmasa da, ətrafdakı tarlalar, ağac topaları, köhnə kənd evləri, kilsə gülləri məni heyran edirdi.
Çünki Fransaya gəldiyim vaxtdan bəri ilk dəfə idi ki, Parisdən kənara çıxırdım. Yamyaşıl otlaqlar yadıma boya başa çatdığım ölkədəki quraqlığı, suvarma hesabına yaşayan seyrək yaşıllığı salırdı. Burada gördüyüm hər şeyi oradakılarla tutuşdururdum. Zəng qüllələrini neft buruqları ilə, yaşıl çəmənləri daşlı düzlər ilə, uca qovaqları balaca boylu əncil bağları ilə, kilsə qüllələrini məscid minarələri ilə, sarışın uşaqları küçələrdə aşıq-aşıq oynayan qaraşın uşaqlarla, müsəlman qəbirstanlığını xristian qəbirstanlığı ilə müqayisə edirdim. Mən bu müqayisəni darıxdığıma görə eləmirdim. Əslində, öz keçmişimdən uzaqlaşdığıma görə sevinirdim. Heç kim öz kökündən ayrıldığına görə mənim qədər sevinə bilməzdi. Heç kim sürgündə özünü mənim qədər rahat sana bilməzdi. Elə ona görə də sürgün sözünü dırnaq içərisində yazıram. Orleana çatan kimi onu Bakı ilə müqayisə etdim və gözəlliyinə heyran oldum. O Parisdən sonra gördüyüm ikinci fransız şəhəri idi. Daim bizə nə isə öyrətməyə çalışan Jérôme, şəhərin ingilislər tərəfindən mühasirə olunması və əfsanəvi Jannanın onları dağılmaq tarixindən danışdı. Şəhər kilsəsini, Matrua meydanını, şəhəri iki yerə bölən Lunar çayının sahillərini göstərdi. Adamı yormadan bilik verən müəllimimiz gözəl danışırdı. Əgər belə sərbəst həyata vurğun olmasaydı, minlərlə tələbənin sevimli müəllimi ola bilərdi. Zənnimcə nə Gülnar, nə də mən bu gözəl müəllimin qədrini bilmir, onun hər tərəfli inkişaf etmiş mədəniyyətini, zərfliyini, alicənablığını, dözümlülüyünü, məzəli xasiyyətini lazımınca qiymətləndirə bilmirdik. Beləcə, tarix dərsindən sonra Jérôme bizi mərkəzdən kənara, səksində yaşıl ot göyərmiş darısqal bir küçəyə gətirdi və maşını ağ bir evin qarşısında saxladı. Yəqin ki, Grando bizim gəlişimizi gözləyirdi. Biz çatan kimi yaşıl həyətin darvazası açıldı və mənim sevgilim həyəcanlı təbəssümlə bizi qarşıladı. O çox sentimental adam idi və mənim bu tip adamlara nifrət etdiyimi zavallı kişi tez-tez duymalı olurdu. Maşın içəri daxil oldu və biz mürgü vuran bir həyətə düşdük. Elə bil ev kiçik çərçivəli pəncərələrini, gözlərini yumub mürgü vururdu. Amma mehriban görkəmi vardı. 2 əsr yaşı olsa da, bu ev birinci dəfə idi ki, bizim irqin nümayəndələrini görürdü. Yəqin biz ona qəribə görünürdük və birdən mənə elə gəldi ki, o mənə göz vurur. Granda qolunu belimə dolayıb qulağıma pıçıldadı. Mənim gözəl müzmim. Sonra bizi evin birinci mərtəbəsindəki qəbul salonuna apardı. Bura kürsülər, güzgülər, vazlar, gümüşü, qızılı parıltılarla bərq vuran müxtəlif əşyalarla dolu idi. Balışların üstündə toxunma düyünlər vardı. Müxtəlif vəziyyətdə durmuş çılpaq qadın, kişi və uşaq şəkilləri, tikmələr, süni güllər göz aparırdı. Eviniz gözəldir, deyə Gülnar dilləndi və hiss olunurdu ki, bu sözləri ürəkdən deyir. Bakıda belə döşənəcəkli evə tərli deyilərdi. Gülnarın atası ərəb, gotik, rezonans üslublu bir ev tikdirmişdi və evin salonları elə beləcə bəzənmişdi. Jérôme öz şagirdinin döşənəcək üzrə zövqünü hələ formalaşdıra bilməyibmiş. Bir neçə aya hər işi görmək mümkün deyilmiş. O yəqin öz əmisi oğlunun da zövqünə gülür və fikirləşirdi ki, Gülnarın mədəni inkişafını davam etdirmək lazımdır. Üzümə baxanda hiss elədim ki, mənim nə fikirləşdiyimi də duyub. Xidmətçi yeməkdən əvvəl yüngül içki gətirdi. İçəndən biraz sonra hər şey mənə səfih bir yuxu kimi görünməyə başladı. Qafqazdan ayrıldıqdan cəmi bir neçə il sonra
İslamın havası canımızdan çıxmamış, bu Fransa əyalətində bizim nə işimiz vardı axı? Hələ çadıraya bürünən və hicri tarixi ilə yaşayan nənəmi təsəvvürümə gətirdim. Biri, mənim məşuqum olan bu iki kişinin məclisində nənəm bizi görsə nə deyərdi görəsən? Keçmişi xatırlayan kimi canıma darıxma düşdü. Bu keçmişlə üzlüşdüyümə sevinməli deyildim, yəni. Yox, nədənsə ağlamaq fikrinə düşmüşdüm. Özümü ələ almağa çalışır, söhbətdən yayınırdım. Xoşbəxtlikdən söhbət elə canlı gedirdi ki, heç mənə fikir verən yox idi. İqlim dəyişən insanın bədənində özünü mühafizə üçün baş verən dəyişikliklər adamın beynində baş verən fiziki dəyişikliklərə uyğun gəlir. Bu dəyişikliklərə dözüm hər kəsin fizioloji və psixoloji hazırlığından asılıdır və onlar çox vaxt adamı düşkünlüyə sürükləyir. Təsadüfi hallarda belə dəyişikliklər xoş əhval, xoşbəxt ovqat gətirir. Ən sağlam adamlar belə daxili burulğanların təsirini duymalı olur. Mən çox vaxt daxili dəyişikliklərin oduna yanmışam. Təmkin qazana bilməmişəm. Elə pis davranışın da onunla əlaqədardır ki, və çox yaxşı bilirəm ki, buna haqq qazandırmaq olmaz. Və 3 nəfərin danışığını eşidir və onlara nifrət edirdim. Gülnara avam qız rolu oynamasına görə, Grandoya zəhlə tökən sentimentallığına görə nifrət edirdim. Qəfildən Jerom da mənə qurama adam kimi görünməyə başlamışdı. Amma hamıdan çox özümə nifrət eləyirdim. İstəyirdim qaçıb buradan uzaqlaşım. Ağlayıb ürəyimi boşaldım. Lakin onlara qoşulub yemək otağına keçməli oldum. Yemək otağı da zövqsüz bəzənmişdi. Amma burada verilən yemək xoşuma gəldi. Adamın davranışında da ziddiyyət olurmuş. Ovqatım pis olsa da iştaham yaxşı idi. Az qala 2 adamın yeməyini yedimsə də Grandoya münasibətim yaxşılaşmadı. Ona münasibətimin qəlizliyi hər dəfə üzə çıxırdı. Əslində, burada elə bir qəlizlik də yox idi. Sadəcə olaraq bədənim onu xoşlayır, şuurum isə rədd edirdi. Onun mədəni çatışmazlığı, dəymə düşərliyi, çarpaydan kənardakı acizliyi məni təngə gətirirdi. Çox keçməmiş duydum ki, onun mənəviyyatı, şuuru da zəifdir. İlk vaxtlar bu zəifliyi mənə olan rəğbəti və çarpayadakı məharəti ötbasır edirdi. Sonra bunlar da yeknəsək göründü. Bu sahədə kim yenilik icad edə bilər görəsən? Mənim bədxasiyyət olmağımda Grandonun özü də günahkar idi. Elə adamlar var ki, bəzi kitablar yaxud musiqi əsərləri kimi insanlara müxtəlif təsir göstərirlər. Bəziləri adamı şirindil məlaikə olmağa, bəziləri isə dilindən zəhər yağan şeytan olmağa sövq edir. Grando ilə münasibətdə mən dili zəhərli şeytana dönürdüm. Hər dəfə onu alçaldır, bəlkə də özünün görə bilmədiyi eyiblərini üzünə deyirdim. Özümün də eybim az deyildi, amma necə deyərlər, kör-köra, kör deməsə, bağrı çatlar. Yeməklər dadlı olsa da ovqatım düzəlmədi. Əksinə, qanı qaralığım getdikcə artırdı. İndi lap ölmək istəyirdim. Özü də məni boğan qüssənin ucbatından deyil, anlaşılmaz bir yorğunluq və darıxmanın üzündən. Grando da, Jerom da məni darıxdırırdı. İndiyə qədər olan bütün xoş sözlər, əhvalatlar heçə dönmüşdü. Mən öz ovqatımla məşğul idim. Nahardan sonra çiyələkli dondurma gətirdilər. Grando mənalı baxışlarla məni süzüb dedi: "Çiyələyin rəngi ümid rəngidir." Sonra biz qəbul zalına qayıtdıq. Elektrik işığında buradakı bərbəzək daha çox bərq vururdu. Bəlkə də yeyib içmişdik. Bəlkə qanqaralıq da keçici xəstəliymiş. Getdikcə söhbət səngiyirdi.
Jeromun özü də yorğun görünürdü. Elə bir hamının canına qüssə dolmuşdu. Bəlkə mənə belə gəlirdi. Nəhayət Qrando dilləndi. Mənim balaca muzmem, yorulmusunuz, gəlin biraz yatın. Jeromla Gülnar qonaq otağına qalxdılar. Mən isə dinməzcə sevgilimin arxasınca getdim. Azca sonra kinayəli bir gülüş həvəsi ovqatımı düzəltdi. Biz vazlar və güllərlə dolu məzəli bir otağa daxil olmuşduq. Qırmızı abajurlu, ümumi rəngi bir lampa qırmızı örtüklü çarpayının üstünə qırmızı işıq salmışdı. Hələ bunlar bir yana otağa mavi tüstü dolmuşdu. Bu tüstü otağın küncündəki sobada mənim şərəfimə yandırılmış ətirli kağızların tüstüsü idi. Əzizim, İstədim sənin üçün bir sürpriz düzəldim ki, bu otaqda özünüzü öz evinizdə, şərqdəki kimi hiss edəsiniz. Amma ətir hələ azlıq edir. O siyirmədən bir dəstə erməni kağızı çıxarıb bir-bir yandırmağa başladı. Otaq tüstüxanaya, tiryəkçilər güşəsinə döndü. Boğula-boğula birtəhər dilləndim. Çox xahiş edirəm, pəncərəni açın. Bir neçə gün əvvəl Gülnar Jeroma demişdi. Bu Nikolay pul xərclənməsə də çox şıltaqlıq edir. O mənə xərc çəksə nə edərmiş görəsən? Dəqiq bir səbəb olmasa, onsuz heç bir yana gedə bilməzdim yəqin. Yaşasın Otto, elə deyil Jerom? Onunla tanışlığım olmasa da hiss edirəm ki, çox alicənab adamdır. Amma bircə səhvi var ki, o da özünə zərər gətirir. Sizi uzun müddət tək qoyur. Doğrudan da az qala 5 aydı ki, Otto Gülnarın yanına gələ bilmirdi. Vacib işlərə görə gah Moskvada, gah Berlində, gah da başqa bir yerdə olurdu. Sovet Rusiyasının az qala 10 yaşı var idi. Amma müharibədən, ələxsus vətəndaşlıq müharibəsindən sonra ölkə əldən düşmüşdü və Qərbin verə biləcəyi hər şeyə ehtiyacı vardı. O alır, qrup yaradır, mühəndisləri və işgüzar adamları köməyə çağırırdı. Elə Otto'nun özü də işgüzar adam deyildimi? Əlində əsası olmasa da Nikolay deyirdi ki, Otto sənayeçi donuna girmiş kəşfiyyatçıdır. O bu fikri elə tez-tez təkrar edirdi ki, Gülnarın özü də şübhəyə düşürdü. Lakin Gülnar bu sözlərdən narahat olmurdu. Əksinə, Otto onun gözündə biraz da romantikləşirdi. Sən özünü bir kəşfiyyatçıya ilişdirmisən, deyə Nikolay ikrah hissi ilə təkrar edirdi. Amma o, Otto'nun Avropa kəşfiyyatına yaxud bolşeviklərə işlədiyini dəqiq deyə bilmirdi. İstəyirdi ki, Otto'nu bolşevik kəşfiyyatçısı bilsinlər. Əslində isə o, kapitalistlərə daha çox oxşayırdı. Bəzən də Nikolay Otto'nu hər iki tərəfə işləyən, hər iki tərəfə marağı olan bir kəşfiyyatçı kimi qələmə verməyə çalışır və beləliklə onu ikiyüzlü, alçaq, xain bir adam kimi gözdən salmağa çalışırdı. Amma bu sifətlər Gülnarın ərinə heç uyğun gəlmirdi. Əslində, onların heç Sovet qaydası ilə də ər-arvad olmadıqları bununla sübuta yetirdi ki, Gülnar Sovet pasportunu Nansen pasportuna dəyişib, 100 minlərlə siyasi qaçqınlardan birinə çevrilmək üçün az çalışmamışdı. Məlum məsələdir ki, varlı ailədən olduğu üçün Gülnar kommunist ideologiyasının hökm sürdüyü bir ölkədə yaşaya bilməzdi. Gülnarın əsas yeri insanın insan tərəfindən istismar olunduğu cəmiyyət, onun öz fikrincə isə kişinin qadın tərəfindən istismar olunduğu cəmiyyət idi. Elə Gülnar da istismar edə biləcəyi bir kişidən yapışmışdı. Heyf ki, o da qısqancı idi və Gülnar onun şübhələrini necə doğruldacağının dərdini çəkirdi. Bu kişilər niyə belə qısqancı olurlar, deyə o, Jerondan soruşdu. Sonra isə əlavə edirdi. Güya ki, bizim hamımızı razı salmaq imkanımız məhdud imiş. İndi məcbur olacağam, onu inandırım ki, məni xoşlayanların hamısına rədd cavabı verirdim. Otto'nun yaxın vaxta gələcəyi iki cəhətdən duyulurdu.
Pul qəbzləri getdikcə seyrəlir, əvəzində şirin sözlər, mehriban ifadələrlə dolu məktubların sayı artırdı. Onun gəlməyinə ümid artdıqca Nikolayın sərtliyi və kobudluğu da artırdı. İndiyə qədər heç bir kişinin qısqanclıqdan belə çox əzab çəkdiyini görməmişdim. Bu mövzuda söhbət düşən kimi o qızarır, qəzəbindən əsir, ağzına gələni danışır. Ottonu öldürmək arzusunda olduğunu açıqca nümayiş etdirirdi. O bizi qorxuya salır, Gülnar onunla yaxınlıq etdiyinə peşmançılıq çəkirdi. Aman Allah, bilmirəm, bu quduz fildən necə yaxa qutarım. Jerom, mənə kömək edin. Onu gözdən qoymayın, ələxsus Otto gələndə ona ağıl verin, yoxsa əlindən xəta çıxar. Nəhayət günlərin birində Gülnara telegram gəldi və teleqramda bildirilirdi ki, bir gün sonra Otto gəlir. Xidmətçi Klementin teleqramı verərkən mızıldanmışdı. Yaxşıca əylənəcək. Bu arvad çox özbaşınalıq edirdi. Gülnarın eşq macəralarından xəbərdar olmasından istifadə edərək hər işə qarışır, bəd əməllərə qurşanırdı. Evdə əlinə keçən əşyaları, pulu oğurlayır, qapını pusur, evdəki şərabı içib keyflənir, sonra burnu qızarmış, yaxası açıq vəziyyətdə mətbəxdə oturur, uzun monoloqlar söyləyirdi. O özünü macəra romanlarının qəhrəmanı kimi aparır, öz tənhalığından, boşa çıxmış arzularından, Gülnar və mənim kimilərin yaxşı yaşadığı bir dünyada onun qədrinin bilinməməsindən şikayətlənirdi. Aha, indiki cavanların ürəyi yoxdur. Onlar bilmirlər ki, tənhalıq nədir. Ay Allah, mənim yaşıma çatanda hər şeyi anlayacaqlar. Biləcəklər ki, mənimlə pis davranıblar. Amma onda çox gec olacaq. Klementin sağ olmayacaq. O deyəsən ağlayırdı da, çünki tez-tez burnunu çəkirdi. Sonra yenə şərab şişələrinin qurultusu eşidilir, o yenidən deyinməyə başlayırdı. Belə tərki dünyalıq ev işlərinə çox təsir göstərirdi. Klementin bütün günü əli qoynunda oturur, heç bir iş görmürdü, otağın künclərində hörümçək toruları çoxalır, evi toz basırdı. Gülnar onu qovmaq istəsə də, bu əyyaş qadının sir açacağından, intiqam alacağından qorxurdu. Nikolay Ottonun gələcəyini eşidəndə hirslə dedi. Bu dəfə sən o Ottonu buradan qovub rədd etməlisən. Gülnar da hirslənib cavab verdi. Onu heç yerə qovan deyiləm, onun yeri buradır, burada da qalacaq. Yaxşı, onda mən özüm qovaram onu. Siz dəli olmusunuz? Deyə min illərdən bəri bütün hikkəli qadınların nümayiş etdirdiyi əda ilə qışqırdı. O oxuduğu romanların qəhrəmanlarını məharətlə yamsılamağa başlamışdı. Söhbətdə iştirak edən Jerom da, mən də ona heyran-heyran baxırdıq. Onun qürurlu hərəkəti təsəvvür olunan fransız qızlarının hərəkətlərindən də şirin çıxırdı. Gülnar cümləni təkrar etdi. Siz dəli olmusunuz, axı nə etmək fikrindəsiz? Onlar qəzəblə bir-birlərinə baxırdılar. Özünü cəmləyib, rəqibinə hücuma keçməyə hazırlaşan, döyüşçü görkəmi almış Nikolay həm də iri qəzəbli bir meymunu xatırladırdı. Onun qarşısında dayanmış Gülnar heç gözünü belə qırpmır, sərt baxışları ilə ona meydan oxuyurdu. Heyvan! Deyə Gülnar qəzəblə pıçıldadı. Mənə heyvan deyirsən? Mən sizin nəsildən də yaxşı bir nəslin nümayəndəsiyəm. Mən imperiya ordusunun polkovnikiyəm. Çox böyük iş olub. Yeri gəlmişkən deyim ki, Nikolay fransızca kobud danışırdı. Parisdə onlarla Rus-Fransız restoranı olduğu kimi həmin restoranların da öz danışıq ləhcəsi var idi. Bəzi fransızlar bu ləhcəni xoşlayırdılar. Mən isə bu iki dilin qarışıb yaratdığı ləhcəyə nifrət edirdim. Xülasə, qaydaq buradakı kin və qısqanclıq səhnəsinə. Yaxşı ki, Jerom bizimlə idi və o söhbəti dünyanın taleyi haqqında fəlsəfi fikirlər mövzusuna çevirdi. Əslində indi söhbəti hansı səmtə istəsən dəyişmək olardı. Nikolay artıq təslim olmuşdu.
Çox keçmədən o şlyapasını gözünün üstünə çəkib, Bayron sayağı bir görkəm aldı və getməyə hazırlaşdı. Gülnarın yalvarıcı baxışlarını görüb, Jerom da ayağa qalxdı. Gülnar onun qulağına pıçıldadı. Çox xahiş edirəm, onu gözdən qoymayın, ona ağıl verin. O doğrudan da qısqanclıqdan havalanmış məşuqundan hər cür hərəkət gözləyirdi. İkimiz təklikdə qalan kimi Gülnar dedi. Daha heç vaxt cavan kişi ilə yaxınlıq etmərəm. Onların birinci gücü sonradan qısqanclığa çevrilir. Kaş Jerom onu ram edib yügənləyə biləydi. Nagümanlığımı biruzə verməsəm də bilirdim ki, Nikolayı yüyənləyib əldə saxlamaq Jeromun özü üçün də çətin məsələ olacaq. Gülnar çox nigarançılıq keçirirdi. Mən fikirləşirdim ki, bu onun öz işidir. Bu nigarançılıq üçün şəraiti özü yaradıb. Şənbə günü işdən nahara qayıdarkən, həmin vaxt şənbə günləri günortayadək işləyirdi, çünki Həmkarlar İttifaqı zəhmətkeşlərin hüquqlarını yaxşı müdafiə etmirdi. Şən və gümrah Ottonu gördüm, o Gülnara və mənə hədiyyələr almışdı. Belə işgüzar bir adamın Gülnarın əlində aciz bir məxluqa dönməsi məni təəccübləndirirdi. Mati de Damolu getdikcə daha yaxşı yamsılayan Gülnar özünü loğa aparır, Ottonu incidirdi. Əslində isə Gülnarın özü Nikolayın axmaq bir iş görə biləcəyindən qorxur və əvvəlcədən özünü soyuq göstərib gələcək ittihamlara hazırlıq görürdü. Bir dəfə Otto ilə tək qalanda o məndən soruşdu. Bu Gülnara nə olub belə? O dəyişib, münasibəti pisləşib, mənə əzab verir. Mən onu lap çox sevirəm, amma bilirəm ki, qocalmışam, ona layiq deyiləm. Yəqin mənə xəyanət edib, deyə inamsız nəzərlərlə üzümə baxdı. Məlum məsələdir ki, mən ona həqiqəti deyə bilməzdim və duyurdum ki, onun özü də bu həqiqəti bilmək istəmir. Bu zavallı kişiyə yazığım gəlirdi və bu qocanın başına açılan kələkdən həzz alan Klimansinin hiyləgər baxışları məni əsəbləşdirirdi. Onun mənimlə baxışması məni də bu hiyləgər oyunun iştirakçısına çevirirdi. Sonraki bazar günü səhər yeməyindən sonra arxayınca oturub qəhvə içdiyimiz vaxt qapının zəngi çalındı. Gülnarla bir-birimizə baxdıq. Hər ikimiz bilirdik ki, gözlənilən qonağımız yox idi və gələn var idisə deməli, gəlməsini istəmədiyimiz adam idi. Qəbul otağında ağır addım səsləri eşidildi və biz anladıq ki, gələn Nikolaydır. Nikolay, onun arxasınca Jerom içəri keçdilər. Hiss olunurdu ki, Jerom özünün nəzarətçi rolunu ifadə edə bilmədiyi üçün xəcalət çəkir. Sonra öyrəndik ki, o çox çalışsa da Nikolayın içib keflənməsinə mane ola bilməyib, bütün günü onun arxasınca gəzib, hətta gecəni də onun yanında qalmalı olub. Nikolay ağır addımlarla irəliləyirdi və öz vəziyyətini gizlətməyə çalışan bütün əyyaşlar kimi qamətini şax tutmağa səy göstərirdi. Onun gözləri parıldayır və bütün görkəmi ilə qarşısındakılara meydan oxuyurdu. Gülnar asta səslə Ottoya təqdim elədi və səsindən duyulurdu ki, Nikolayın adı onu əsəbləşdirir. Onlar əyləşdilər. Jerom araya bir söhbət salmaq üçün boğazını arıtlayır, Nikolay isə mədəni adamların ilk tanışlıqda işlətdiyi xoş ifadələrdən uzaq olduğunu biruzə vermək üçün susurdu. O vəziyyəti daha da gərginləşdirmək üçün acıqlı gözlərini Ottoya zillədi. Belə gənc və yaraşıqlı bir kişinin qəzəbli baxışı qarşısında çaşmış Otto əvvəlcə yerində qurdalandı. Danışmaq istədi, sonra susub oturdu və nə olacağını gözləməyə başladı. Nikolay isə onu çox gözlətmədən uca səslə və sözü nidalayaraq dedi. Mən gəlmişəm bildirim ki,
Gülnar mənim olmalıdır. Nikolay, sizə yalvarım, axı mənə söz vermişdiniz, deyə Jerom onu saxlamağa çalışdı. Lakin Nikolay dirsəyi ilə itələyib onu susturdu. Bəli, cənab, bilmirəm, Gülnar sizə danışıb ya yox, amma mən açıq danışmağı xoşlayıram. Gülnarla biz bir-birimizi sevirik və mən onunla evlənmək fikrindəyəm. Gülnar ayağa qalxdı. Üzündəki qırmızı kirşanın altından belə rənginin ağardığı görünürdü. Sizi sevmək bir yana, mən sizə nifrət edirəm. Ömrümdə heç kimə sizi olan nifrətim qədər nifrət bəsləməmişəm. Rədd olun buradan. Nikolay susmuşdu. Otto da dinmirdi. O gah Nikolaya, gah da Gülnara baxır, qəmli gözləri ilə bir çıxış yolu arayırdı. Nikolayın sözlərindən çox onun yaraşığı, cavanlığı Ottonu məğlub vəziyyətinə salmışdı. O dəfələrlə öz qocalığından şikayətlənmiş, Gülnarla öz arasındakı 30 illik yaş fərqinin böyük bir yarğan olduğunu duymuşdu. İndi o anlayırdı ki, həmin yarğanı ancaq pulla ötbastır etməyə çalışırmış. Çıxın buradan, deyə Gülnar qəzəblə təkrar etdi. Yəni siz məni sevdiyinizi inkar edirsiniz? Deyə Nikolay ayağa qalxdı və səndələdi. Görəsən Gülnarın zərbəsindən səndələyirdi, yoxsa keyflilikdən? Hansı sevgidən danışırsınız? Siz sayıqlayırsınız. Sizin kimi əyyaş və kobud bir mujika baxanda adamın ürəyi bulanır. Çıxın buradan və bir də sizi ancaq o dünyada görmək istərdim. İstər cəhənnəm, istərsə də cənnət olsun, fərqi yoxdur. De ki, sizinlə yer üzündə rastlaşmayım. Murdar adamsınız. Nikolay yenə səndələdi və Jerom qolundan tutmaq üçün ona yanaşdı. Gedək əziz dostum, vəziyyətiniz yaxşı deyil, gedək. Meyit kimi ağarmış Nikolay daha denib danışmadı. Jeromun köməyi ilə otaqdan çıxdı. Onların addım səsləri uzaqlaşdı, küçə qapısı çırpıldı. Bu eybəcər tamaşanın pərdəsi salındı. Həmin səhnədə hər cür eybəcərlik vardı. Yaşlı bir kişi özünün aldandığını bilir. Bir əyyaş özünü çox pis və heyvan kimi kobud aparır. Gənc qadın isə onu soyuqqanlıqla rədd edib özünün qızıl yumurtalı toyuğundan yapışır. Bu hələ yekun deyildi, tamaşa davam edirdi. Otto ağlamağa başlamışdı. Mən Grandonun beləcə ağladığını görmüşdüm. Bu da Şergilafam. Biz özümüzü də, başqalarını da yandırmağı yaxşı bacarırıq. Hamının canavar kimi bir-birini parçaladığı murdar aləmin qaydası belə idi. Gülnar boynunu büküb Ottoya baxdı. Sonra ona yaxınlaşıb kürəyini qucaqladı və mehribanlıqla öpməyə başladı. Bəsdir Otto, bu əyyaş mujikin sözlərinə görə ağlamağa dəyməz. Ağlına yerləşdirib ki, onu sevirəm, amma mən onu ələ salmışam. Otto gözlərini sildi. Gülnarın əlini öpdü. Qəmli-qəmli başını yelləyib dedi. O gənc və yaraşıqlıdır. Mən isə qocalmışam. Çox xahiş edirəm Otto, bu boş söhbətə fikir verməyin. O səfəhin sözlərinə görə ruhdan düşməyin. Onun kərənləmələri bizi əyləndirir. Dediklərinə inandınız yəni? Mən heç vaxt onun məşuqəsi olmamışam. Özü mənə vurulub. Elə bilir ki, mən də onu sevirəm. Gülnar dirçəlirdi və bu onun sifətindən və atəşli gözlərindən duyulurdu. O hücuma hazırlaşırdı və hücuma keçdi. Həm də ki, axı nəyə görə siz məni burada 5 ay tək qoydunuz? Əgər bu vaxtda bir-iki qələt eləmişəmsə,
O ifadə seçməkdə usta idi. Bunun nə əhəmiyyəti? Məşuqlar gəldi gedərdi. Ər isə daimi. Yalan danışsa da doğru ifadə tapmışdı. Otto, şəraitə düzgün qiymət verin. Bütün bunlar boş söhbətlərdir. Deyəsən, Otto sakitləşirdi və biraz da fikirləşib soruşdu. Bu 5 ayda məşuqlarınız çox olub? Yaxşı, bəsdir. Yalvarıram, daha bu mövzuda danışmayaq. Mən sizi sevirəm, Otto. Tək sizi sevirəm. Yalanın bu yerində qapı açıldı. Klementin qəhvə fincanlarını götürmək istəyirmiş kimi otağa girdi. Gülnar acıqlı səslə soruşdu. Nə istəyirsiniz? Heç xanım, qabları yığmaq istəyirdim. Amma bütün görkəmindən hiss olunurdu ki, yalan danışır. Yalan deyirsiniz. Siz burada nələr baş verdiyini görmək üçün gəlmisiniz. Yəqin bayaqdan qapını pusur, açar yerindən içəri baxırdınız. Sizin ikiyüzlüyünüz, əyyaşlığınız, aramsız oğurluğunuz məni daha boğaza yığıb. Necə? Deyə Klementin qəzəbdən qızardı. Onun kimi təmiz bir qadına, bəxti gətirməmiş məsum bir qadına şər atırdılar. Sözlərinizi geri götürün, madam, yoxsa nədir? İndi mənə hədə-qorxu gəlirsiz? Görəsən Klementin qapı arxasında söhbəti eşitməyibmiş. Yəni, bilmirdi ki, yarım saat əvvəl təsiri ola biləcək hədə-qorxu indi mənasını itirir. İndi hədə-qorxunun heç bir təsiri qalmamışdı. Gülnar təmizə çıxmışdı. Otto ayağa qalxıb, barmağı ilə qapını göstərərək qışqırdı. Çıxın bayra! Şeylərinizi yığıb evdən çıxın! Ottonun həyəcandan dili dolaşırdı. Klementin qışqırıb taleyindən, haqsızlıqdan şikayətlənə otaqdan çıxdı. Bu da belə, deyə Gülnar arxayın nəfəs aldı. Tamaşanın ikinci səhnəsi də belə bitdi. Üçüncü səhnə isə yəqin ki, Nikolayın özünə qəsd etməsi ilə bitməli idi. Çünki Gülnarın dediyinə görə o ən pis vasitələrə də əl ata bilərdi. Bəlkə də elə Gülnarın özü arzu edirdi ki, əlacsız məşuqu özünü öldürsün və bununla da Gülnarın gözəlliyi ətrafındakı söhbətlərə daha təsirli bir mövzuda əlavə olunsun. Yəqin ki, belə fikirləşməklə mən özüm də günaha batıram. Yox, Nikolay özünü öldürmədi. Amma bizim üçün ölmüş sayıldı. Yəni, onu bir daha görmədik. Həmin əhvalatdan sonra Ottonun özü də dəyişdi. İlk baxışdan o əvvəlki kimi qayğıkeş, Gülnarla mehriban, mənimlə mülayim idi. O yenə də alicənablıq edir, bizə hədiyyələr alır, mənə təkidlə deyirdi ki, layiq olmadığım bu yorucu işdən çıxıb evdə oturum. Amma mən hərdən onun fikirli olduğunu, qəmli-qəmli bir nöqtəyə baxıb nə isə götür-qoy etdiyini duyurdum. Nədənsə ona həmişə rəhmim gəlirdi. Amma özümün oda saldığım Grandoya rəhmim gəldiyini xatırlaya bilmirəm. Bir axşam saat 7-də evə qaydanda gördüm ki, Otto yarı qaranlıq qəbul otağında tək oturub. Onun vəziyyətindən, otağın havasından duyurdum ki, o təklikdə ağlayıb. Təəccüblənməyin. Bəzən bir otağa girəndə orada kiminsə ağladığını yaxud tutulduğunu duymaq olur. Mən Otto ilə yanaşı oturdum. O mənim sualıma cavab verilmiş kimi dilləndi. Mən qocaldığımı hiss edirəm. Sizin hər ikiniz isə çox gəncsiniz. Sizin gənc olmağınız məni sıxır. Axı, nəyə görə mən Gülnara sahib çıxmalıyam? Varlı olduğuma görə. Cavanların da arasında varlılar var. Gülnarın onlara bircə işarəsi kifayət edər.
Gülnar sizi sevir, Otto. Sizi inandırıram. O sizə rəğbət bəsləyir. Ah, xahiş edirəm, rəğbətdən danışmayın. Bu rəğbət nəyə gərəkdir axı? Gülnarla birgə olanda əzab çəkirəm. Uzaqda olanda özümü ona daha yaxın sanıram. Onun xatirələri ilə yaşayıram. Mən burada olanda o da əzab çəkir. Çox ağır vəziyyətdədir. Mənzilin küçə qapısı açıldı. Gülnar gəldi. 2 gün sonra Otto bizi tək qoyub getdi. İndi heç xidmətçimiz də yox idi. Klementin elə qovulduğu gün öz əyyaş xasiyyətinə uyğun bir məktub qoyub evdən getmişdi. Məktubunu isə belə təntənəli sözlərlə bitirmişdi. Mən sizin dərdinizə şərik oluram. Sizin qədrini bilmədiyiniz Klementin. Biz heç nə anlaya bilmədik ki, bu qadın xoş sözlərlə bizim mövcud olmayan dərdimizə nə üçün şərik olurdu? Əksinə, biz ondan yaxa qurtardığımıza sevinir və indiyə qədər ona necə dözdüyümüzə təəccüblənirdik. Axır ki, bəxtimiz gətirdi. Biz Mari adlı gözəl, gənc, təmiz və şən mehriban bir xidmətçi tapdıq. Həmin vaxtlar xidmətçi tapmaq, xüsusilə milliyyətçiyə fransız olan xidmətçi tapmaq necə də asan idi. Jérôme az qala hər gün bizə baş çəkirdi. Belə dost az tapılırdı. O bizə, bəli, nəhayət mənə də bağlanmışdı. Biz də onsuz darıxırdıq. Nikolayla baş verən əhvalata görə Gülnara ehtiyatlı olmağı məsləhət görürdü. Əzizim, özünüzə məşuq seçəndə ehtiyatlı olun. Yaxşı götür-qoy edin. Məşuqu həzz almaq üçün seçirsinizsə, mərifətli adam seçin. Yox, əgər istifadə üçün seçirsinizsə, yenə fikirləşin. Ottonun üstün cəhətləri çoxdur. Hər halda öz marağınızı unutmayın. Yaxşı adam seçməklə siz öz inkişafınızı da davam etdirə bilərsiniz. Mədəniyyət elə bir sərvətdir ki, nə illər, nə də adamlar onu sizdən geri ala bilməz. Mədəniyyətdən alınan həzz uzun çəkir. Məhəbbətdən belə həzz almaq olmur. Cavan, varlı, tanınmış bir adamla sevişmək xülyalarına çox da vaxt itirməyin. Düzdür, hər cür möcüzə baş verə bilər. Amma həyat çox vaxt şərtlik edir ki, bizi xülyalardan ayıra bilsin. Lakin əslində o bizi şirin xülyalardan ayıra bilmir. Çünki xoşbəxtlik arzumuz çox güclüdür. Hər halda məşuq seçərkən öz marağınızı unutmayın. Bu fikirlə o məni öz əmisi oğlu ilə dostluğu üzməməyə çağırırdı. Bizi bir-birimizə layiq sanırdı. Daxilən incisəm də dinib danışmadım, axı o məni Gülnarla bərabər tutmurdu. Jérôme sözünə davam etdi. Hər şeyin yaxşısına can atmaq yaxşı cəhətdir. Amma bu cəhət bəzən həyatımıza zəhər qatır. Həyatın boş üzünü bizə göstərir və bu boş üzü bizim şirin xülyalarımıza qarşı qoyur. Gülnar dilləndi. Görünür, siz mənim şuurumu çox da dərinləşdirə bilməmisiniz. Dediyiniz gözəl fikirləri tam qavraya bilmirəm. Qavrayacaqsınız. Mütləq qavrayacaqsınız. Amma beynin inkişafı, qidalanması adamın özündən daha çox asılıdır. Bəzi alimlər deyirlər ki, biz beynimizin imkanlarının ancaq 1/10-dan istifadə edə bilirik. Jérôme'un optimizmi bəzən artıqlıq edirdi. Ottonun məktubları həmişəki kimi mehriban idi, amma biraz seyrəlmişdi. Bu səngiməni Gülnarın özü də duymuşdu və biraz nigarançılıq keçirirdi. Elə buna görə də gələcək üçün plan cızır, yaxşı seçilmiş bir məşuq gözləyirdi. Hər halda onun aradığı məşuqu öz qadın ehtirasını söndürmək naminə aramırdı. Ağlın düşməni olan ehtirasdan indi ağılla istifadə etmək lazım idi. Gülnar indi ehtirasını tam edib öz gözəlliyindən daha səmərəli istifadə edəcəkdi.
Artıq bir aya yaxın idi ki, o, hörümçək öz torunda ov gözlədiyi kimi gözləyir, həm də öz mənəvi inkişafını davam etdirirdi. Elə bu vaxt